Qoç. Əziz Qoç, qarşıdakı həftə üçün zehnin həm əyləncəli, həm də işlə bağlı ideyalarla dolu ola bilər. Çünki bu gün bir işi rəsmi hala gətirməzdən əvvəl plan qurmaq, əskiz hazırlamaq, qeydlər aparmaq üçün olduqca məhsuldar gündür. Ayın gün ərzində hərəkəti səni yormadan, addım-addım irəliləyən bir temp yaradır. Qəhvəni götür, rahat bir künc tap və özün üçün güclü bir yol xəritəsi cız. Bundan əlavə karyera həyatında səni gülümsədəcək. Artıq səni həqiqətən motivasiya etməyən məsuliyyətləri ayırd etməyə hazırsan. Bugün gələn bir mesaj, edilən bir telefon danışığı və ya qulağa çatan bir xəbər səni bunu daha yaxşı edə bilərəm deməyə sövq edə bilər. İşlə bağlı, amma ruhunu yormayan bir inkişaf olacaq. Yeni nizam, yeni qaydalar və ən əsası uğur səni gözləyir. Sevgi həyatında tempo yüksəlir. Əgər subaysansa, bugün planında olmayan bir söhbət ürək ritmini dəyişə bilər. Deyəsən subaylıq artıq sona çatır. Digər tərəfdən, əgər bir münasibətin varsa, birlikdə gülmək, spontan bir plan qurmaq, kiçik amma təsirli bir yaxınlaşmaq münasibətə rəng qata bilər. Çünki bugün enerjin çox aydındır, darıxdırıcı deyil. Buğa, əziz Buğa, zehnin artıq yeni həftəyə hazırlaşma rejiminə keçib. Səni stressdən uzaqlaşdıran bu hal eyni zamanda özünü güvənli hiss etməni də dəstəkləyir. Maddi məsələlərlə bağlı qeyri-müəyyənliklərin üzərindəki duman pərdəsi qalxır və bəlkə də bir müddətdir düşündüyün bir xərcləmə və ya investisiya planı bugün daha aydın bir forma alır. Ayın təsiri ilə iş və şəxsi həyat arasındakı balansı qurmaq düşündüyündən daha asan olur. Bugün işlə bağlı mövzular ön plandadır. Ailə məsələləri və duyğular isə arxa planda qalır. Məhz bu səbəbdən iş yerində daha az səmimi, daha çox rəsmi bir üslubdan istifadə edirsən. Kiməsə fikrini anlatmaq, bir planı sadələşdirmək və ya bunu belə etsək daha yaxşı olar demək bugün tam da ehtiyac duyduğun şeydir. Karyeranla bağlı bir tənzimləmə edərkən özünə inamlı və peşəkar duruş sərgiləmək uğurunu gözlə görünən şəkildə artırır. Sevgi həyatında sürprizlərə açıq ol. Güvən verən, eyni zamanda həyəcan oyadan biri ilə ünsiyyət qura bilər və subaylığın sona çatdığını hiss edə bilərsən. Hələ çox tez olan bu yaxınlıq isə fiziki bir cazibəyə, isti söhbətlərə və uzun baxışlarla dolu anlara çevrilə bilər. Əkizlər, əziz əkizlər, bu həftə zehnin fasiləsiz şəkildə aktivdir. Yazmaq, planlar qurmaq, yeni həftə üçün alternativlər yaratmaq sənə böyük zövq verir. Ayın səni istiqamətləndirən hərəkəti həm özünü yüngül hiss etməyə, həm də məhsuldarlığın artmasına səbəb olur. Karyera sahəsində bunu gələn dəfəyə saxlayaram dediyim bir məsələ bugün xoş bir şəkildə həll oluna bilər. Çünki bəzən bir mesaj, bəzən qısa bir görüş, bəzən də ani bir fərqinə varma işlərini xeyli asanlaşdıra bilər. Bugün iş stres deyil, tam əksinə bir oyun kimi hiss oluna bilər və möhkəm dayan. Heç gözləmədiyin uğurlar da sənin ola bilər. Sevgi həyatında tempo xeyli yüksəkdir. Əgər subay bir əkizlər bürcüsənsə, flört enerjin zirvədədir. İndi sözlərinlə qarşı tərəfi asanlıqla təsirləndirə bilərsən. Heç tanımadığın bir yad insanla əyləncəli bir plan, kiçik bir qaçış və ya bol gülüşlü bir gün səni gözləyir. Bugün bəlkə böyük bir sevgi yoxdur, amma canlı və həyəcanlı yaxınlaşmalar mümkündür. Xərçəng. Əziz Xərçəng, bugün karyeranla bağlı düşüncələrin daha da aydınlaşır. Ayın təsiri ilə özünə fokuslanır, sezgilərinə qulaq asırsan və bu sayədə məni həqiqətən nə daha çox xoşbəxt edər sualının cavabını tapmaq üçün enerji sərf edirsən. İndi hansı addımların sənə yaxşı gələcəyini hiss etməyə başlamısansa, dərhal planlarını qurmalısan. Xüsusilə də bir müddətdir təxirə saldığın bir təmzinləmə, üzərində işləməyi gözləyən bir fail və ya yarım qalmış bir planı bugün gözündə böyütməməlisən. Əksinə, haradansa başlamaqla həm də həyatını idarə etmə fürsəti əldə edəcəksən. Unutma ki, bu mərhələdə edilən kiçik toxunuşlar böyük bir rahatlama yarada bilər. Diqqətini cəmləmək istədiyin və uğur qazanacağına əmin olduğun mövzularla bugün gələcəyini formalaşdıra bilərsən. Sevgi həyatında hisslər getdikcə daha da dərinləşir, amma bu vəziyyət xoş və zövqlü bir forma alır. Romantik bir an, emosional, eyni zamanda romantik bir an, xoş söhbət partnyorunla arandakı soyuqluğu əridə bilər. Sevgi həyatına yumşaq, amma təsirli bir şəkildə toxunmağa hazırdır. Bugün sevgi ilə iş həyatın arasında tarazlıq qurmağı bacarsan, özünü çox daha xoşbəxt hiss edəcəksən. Şir, əziz Şir, bugün sənin günündür. Bugün səhnədə olan sənsən. Həftənin ilk günlərində bütün işlərini uğurla tamamlaman sənə daxildən bir qürur və məmnunluq hissi bəxş edir.
Yəni bu gün ayın enerjisi səni həm diqqət mərkəzinə çıxarır, həm də rahatladır. İş həyatında müəyyən bir mövzuda əldə etdiyin uğur eyni zamanda daxili bir doyum hissi yaradır. Digər tərəfdən, bu gün karyera ilə bağlı söhbətlərin rəsmi çərçivədən uzaq, daha çox fikir mübadiləsi və plan qurmağa yönəldiyini göstərir. Əlbəttə ki, xəyallarını və hədəflərini müəyyənləşdirmək yeni həftə üçün motivasiyanı artıracaq. Qoyduğun hədəflər həm sənə zövq verəcək, həm də enerjini yüksəldəcək. Görünən odur ki, yanvar ayının gedişatı artıq aydındır, uğur və məmnunluq dolu. Sevgi həyatında isə bu gün sanki bir enerji partlayışı yaşayacaqsan. Sahib olduğun diqqət çəkən aura bütün baxışları üzərinə toplamağı bacaracaq. Həftənin ilk günlərində həyata qarışmaq və ürəkləri fəth etmək sənə çox yaraşacaq. Təbii ki, bu gün sevgi sənin üçün alovlu və canlıdır. Qız, əziz qız, həftənin ilk günlərindən enerjinin və zehninin işə və nizama yönəldiyini görürük. Ayın təsiri ilə bu gün sənin üçün edəcəklər siyahısı deyil, edəndə rahatlayacağın işlər siyahısı ön plana çıxır. İş həyatında edilən kiçik bir toplanmanın sənin üçün böyük bir daxili rahatlıq mənbəyi olduğunu anlayırıq. Yəni bu gün karyera həyatında detallara ilişib qalmaq əvəzinə ümumi mənzərəni görməyə fokuslanırsan. Bu isə sənə ciddi bir yüngüllük hissi gətirir. Bu mövzunu sadələşdirmək, bir işi daha praktik hala salmaq üçün mükəmməl gündür. Hər şey yerli yerinə oturduqda səni bürüyəcək olan o rahatlığa bir şans ver. Sevgi həyatında isə bu gün gözlənilməz bir canlanma baş verə bilər. Əgər subay bir qız bürcüsənsə, heç gözləmədiyin anda kiminsə diqqətini çəkə bilərsən. Əgər bir münasibətin varsa, səmimi bir söhbət və şirin bir həyəcanın qapıda olduğunu deyə bilərik. Tərəzi, əziz tərəzi, bu gün sənin üçün olduqca xoş və enerjili bir gün olacaq kimi görünür. Günün ilk işıqları ilə birlikdə iş həyatınla bağlı düşüncələrin belə sanki bir sənət əsəri kimi estetik və zövqlü hala gəlir. Ayın balanslı və yumşaq enerjisi üzərində müsbət təsir yaradır və səni çətinlik çəkmədən tarazlıq qurmağa yönəldir. Bir müddətdir beynini məşğul edən və qərarsız qaldığın bir mövzuda bu gün aydınlıq qazanacaqsan. Üstəlik bu aydınlıq sənin üçün stres mənbəyi olmayacaq. Əksinə rahatladıcı bir təsir yaradacaq. İş həyatınla bağlı baş verən inkişaflar ruhunu bəsləyən bir fərqindalığın qapısını aça bilər. Sevgi həyatında romantizm küləkləri əsir. Əgər subay bir tərəzi bürcüsənsə, xoş bir təsadüf nəticəsində həqiqi sevgini tapdığını düşünə bilərsən. Əgər bir münasibətin varsa, bu gün sevgi həyatın zərif, amma hərəkətli bir ritmlə irəliləyir. Əqrəb, əziz Əqrəb, bu gün sənin üçün dayanmaq deyil, əksinə enerjini toplayıb irəliləməyə davam etmək günüdür. Tənbəllik etmək əvəzinə hədəflərinə doğru addımlamağı seçə bilərsən. Karyeranla bağlı bir mövzuda nəzarəti ələ almaq istəyirsən və bu da enerjini yüksəldir. Amma nəzarəti əlinə alarkən ətrafdakılara təzyiq göstərmədən daxili rahatlığını və tarazlığını qoruyaraq irəliləməyin də vacibdir. Ayın bugünkü təsiri ilə sezgilərin gücü artır. Bu vəziyyət iş həyatında strategiya qurmaqda sənə kömək edir. Kimlə hansı layihədə işləyəcəyini, hansı tapşırıqları necə yerinə yetirəcəyini və hansı hədəflərə necə çatacağını zehnində aydınlaşdırırsan. Bu aydınlıq sənə güvən verir və yeni həftəyə daha möhkəm bir başlanğıc etməyini təmin edir. Yenə də hər mövzuda qərar verən tərəf ola bilməyəcəyini unutma və komanda üçün biraz da elastik ol. Əgər subay bir əqrəb bürcüsənsə, bu gün qarşına çıxan biri ilə aranda güclü bir cazibə hiss edə bilərsən. Əgər bir münasibətin varsa, bu gün dərin və mənalı, eyni zamanda həyəcan verici anlar yaşaya bilərsən. Oxatan, əziz Oxatan, bu gün sənin üçün olduqca həyəcan verici bir gün olacaq. İş həyatında hiss etdiyin tükənmişlik yerini enerji dolu bir ruh halına buraxır. Karyeranla bağlı yeni ideyalar və yollar haqqında düşünməkdən özünü saxlaya bilməyəcəksən. Ayın enerjisi sənə azadlıq hissi verir və bu da iş həyatını daha rəngarəng və canlı edir. Məhz bu nöqtədə iş həyatını bir məcburiyyət olmaqdan çıxarıb bir kəşf sahəsinə çevirmək barədə düşünə bilərsən. Sənin ruhundakı azad oxatan enerjisini üzə çıxaracaq. Beləliklə tamamilə yeni bir layihəyə imza ata, yenilik və dəyişimin öncüsü ola bilərsən. Sevgi həyatında isə bu gün enerji zirvəyə çatır. Əgər subay bir oxatan bürcüsənsə, bu gün ani bir tanışlıq və ya sürətli bir flört ilə həyatında yenilik enerjisini artıra bilərsən. Digər tərəfdən, əgər bir münasibətin varsa, bu gün birlikdə gülmək, gəzmək və spontan planlar qurmaq ön planda olacaq. Oğlaq, əziz Oğlaq, bu iş də bitdi hissi səni rahat və məmnun edir. İş həyatında bu gün tam nəzarət sənin əlindədir. Təbii ki, bu nəzarəti saxlayarkən sərt bir mövqe sərgiləmirsən.
Daha çox çevik və zövqlü bir yanaşma göstərirsən. Bu isə həm daxili rahatlığını artırır, həm də iş həyatını və iş nizamını daha komfortlu bir hala gətirərək irəliləməni asanlaşdırır. Sevgi həyatında isə bu gün sürprizlərə açıq ol. Əgər subay bir oğlaq bürcüsənsə, enerjili və eyni zamanda həyəcan verici bir tanışlıq səni gözləyir. Sevgi qapını gözləmədiyin anda döyməyə hazırdır. Əgər bir münasibətin varsa, bu gün həm isti, həm də səmimi bir gün olacaq. Dolça, əziz Dolça, karyera ilə bağlı mövzular sanki zehnindən çıxıb gedəcək. Narahatlıqlar, uğur həyəcanı və hədəflər belə ağlında olmayacaq. Hətta məhz bu məqamda hər şeyi daha fərqli və yaradıcı şəkildə edə bilərəm hissi səni bürüyəcək. Ayın təsiri ilə birlikdə orijinal və yenilikçi fikirlərin bu gün ön plana çıxacaq. Üstəlik iş həyatına dair düşüncələrin bu gün səni həm də əyləndirəcək. Sevgi həyatında isə bu gün qarşısı alınmaz bir elektriklənmə var. Əgər subay bir dolça bürcüsənsə, ani bir cazibə hissi, sürətli bir yaxınlaşma səni gözləyə bilər. Əgər bir münasibətin varsa, bu gün həyəcan, sürprizlər və bol enerji ilə dolu bir gün olacaq. Balıqlar, əziz balıqlar, ayın enerjisi sənə içindən gələn şeyləri etməyə ilham verir və səni rahatlığa yönəldir. Bu gün iş həyatında özünə geniş bir sahə aça bilərsən. Bəlkə də bir işi daha sakit və rahat şəkildə yerinə yetirməyin yolunu tapacaqsan. Bu isə səni rahatladaraq stresini azalda bilər. Məhz bu məqamda biraz da nəzarəti əlinə almağı buraxıb xəyalların ardınca getməyə fokuslana bilərsən. Sevgi həyatında hisslərin olduqca canlıdır. Əgər subaysansa, romantik amma eyni zamanda həyəcan verici bir qarşılıqlı əlaqə ilə üzləşə bilərsən. Əgər bir münasibətin varsa, ürəkdən gələn sözlərlə birlikdə isti anlar və güclü bir bağlılıq hissi ön plana çıxa bilər.